Səhv eləmirəmsə 4 il əvvəl idi. İnternet vasitəsilə gördüm ki, turizm agentliyin bir neçə işçisi bu köç yolunu UNESCO-ya mədəni irs üçün daxil edə bilmək üçün araşdırmalar eləyirlər. Bu yolu keçirlər və bunun haqqında məlumatlar toplanılır, fotolar çəkilir, videolar paylaşırlar. Və bu yol mənə çox maraqlı gəldi. Çünki yolun üzərində müxtəlif mədəni abidələr, təbii abidələr var idi. Yəni kilsələr, məscidlər, pirlər, şəlalələr, palçı vulkanları, hər şey çox zəngin bir yoldan ibarət idi. Və baxdım ki, çox yaxşı bir sənədli film potensialı var bunun. Qalır ki, burada obraz tapmaq və bunu hekayələşdirmək ki, bu yol üzərindəki digər o mədəni və təbii abidələr daha çox fon olaraq qalsın. Və qərara gəldik ki, həmin vaxtı Emil Nəcəfov prodüser olaraq və Natiq Hüseyev operator olaraq müzakirə apardıq və qərara gəldik ki, həmin dövrdə də yay idi və fikirləşdik ki, yaylaqda gedək, bir tədqiqat çəkilişi aparaq, söhbətlər aparaq, görək necə bir hekayə tapa bilirik. 2 gün yaylaqda biz qaldıq, həmin adamlarla danışdıq və belə bir nəticəyə gəldik ki, burada uşaqlar üzərindən hekayə danışmaq mənə daha maraqlı gəldi. Çünki həmin vaxtı çox fərqli uşaqlarla rastlaşdım. Hansı ki, bəzisi dərslərində də çox yaxşı idi, amma yay vaxtı tətildə gəlirdi kəndlərinə və atasına da çox yaxşı kömək eləyirdi və o işlərdə çox bacarırdı. Və sizə deyim ki, o işlər çox çətindir. Yəni qoyunların sağılması, onların sübh tezdən otarılması, gecə qaytarılması bunlar çox çətin işdir və 14-15 yaşlı uşaqlar arasında bunu çox yaxşı bacaranlar da var idi. Amma digər tipli də uşaqlar vardı ki, hansı ki, daha çox kənarda fırlanırdılar, çox iş görmürdülər, amma dərslərində çox da yaxşı deyildilər. Və yaxud da dərslərində yaxşı deyildi, amma işləri çox yaxşı bacarırdılar və o uşaqlar arasında artıq xarakteristik olaraq mən seçim eləməli idim ki, hansı tip uşaq mənə daha maraqlı görünər və belə bir hekayədə qərar qıldıq. Köçərini biz bədii sənədli layihə kimi Arkanın bu dəfəki proqramına müraciət eləmişdik və birinci mərhələdən keçmişdi. Daha sonra isə pitching mərhələsinə buraxıldı. Pitching mərhələsindən sonra isə istehsal dəstəyi qazanıb artıq bunu sənədləşdirmə işləri üzərində çalışılır. Belə. Filmin obrazları öz dillərində danışırlar və mənim orada 2 günlük deyək ki, təcrübəm nəticəsində gördüm ki, daha çox ailənin böyük üzvləri aralarında öz dillərində danışırlar. Amma artıq uşaqlar artıq öz dillərini unutduğunu gördüm. Çünki onlar çox təsərrüfat daxilində olmurlar. Əsasən Quba rayonunda və yaxud da digər rayonlarında yaşayırlar və artıq Azərbaycan dilində ünsiyyət qurduqlarına görə öz etnik dillərini unudublar əslində. Bu da filmin əslində bir mövzularından biridir. Artıq onlar nə qədər öz təsərrüfatlarından uzaqlaşdıqca, bu köçərlikdən uzaqlaşdıqca öz kimliklərini, dillərini də yavaş-yavaş itirirlər. Ona görə fikirləşirəm ki, bu dil məsələsi bunun sənədli tərəfinin mövzusu olsun və buna müdaxilə eləməyim. Kimlər ki, öz dillərində danışırlar, öz etnik dillərində danışırlarsa, davam eləsinlər, danışsınlar. Azərbaycan dilində danışmaq istəyənlərsə, o Azərbaycan dilində danışsınlar. Daha sonra isə təbii ki, mən etnik dili bilmədiyimə görə bu müşahidə biraz çətin olacaq mənim üçün. Amma fikirləşirəm ki, bu kömək də ola bilər. Çünki vizual olaraq anlamağa çalışacağam onları ki, nə baş verir hadisə içində. Daha sonra isə təbii ki, dili bilən mütəxəssislə birlikdə montajda köməkləşəcəyik. Mən açığı teaser üçün material çəkəndə də öz dillərində danışmışdılar və daha sonra montajı özüm eləyirdim teaseri böləndə məlumatları. Sadəcə olaraq görüntüyə baxıb, aralarındakı ünsiyyətə baxıb kəsmişdim səhnələri. Sonra bizim bir bələdçimiz var idi, orada Qubada, yaylaqda bizi gəzdirən. Ona göndərdim ki, baxıb mənə Azərbaycan dilində yaza bilərsən ki, mən bunu ingilis dilində alt yazıya çevirmək istəyirəm. Və gördüm ki, çox cüzi səhvlər eləmişəm, yəni cümlələri belə düzgün kəsmişəm. Yəni. Çünki artıq o insanların emosiyasından, bir-birlərinə qarşı ünsiyyətindən dili bilməsən belə tutmaq olur və bu daha çox kömək olur insana. Çünki çox danışığa, diyaloqa bağlı olmursan və vizual olaraq anlatma sənə kömək edir. Bədii hissələr atanın və oğlun yuxuları, arzuları, qorxuları üzərinə qurulacaq. Yəni biz bu yol boyunca, qışlaq, yaylaq və köç yolu boyunca hərəkət etdikcə onlarla mən ünsiyyətdə olacağam və onların
yol üzərində və yaxud da keçmişləri və gələcəklərlə bağlı fikirlərini soruşur və bunları xüsusi metodlarla səhnələşdirəcəm. Azərbaycanda yaşayan azlıq haqqında olmağı və təbiətin ekoloji məsələlər üzərində qurulması təbii ki, bunun dünyəvi marağını artırır. Ona görə də fikirləşirəm ki, festivallarda uğurlu olacaq və daha sonra da satışı da daha uyğun olacaq. Çünki fikir veririksə, təbiət üzərində olan sənədli filmlər daha çox televiziyaya və yaxud da digər platformalara daha uyğun olur və izlənə bilirliyi daha güclüdür. Ona görə fikirləşirəm ki, bu filmin hətta digər filmlərindən daha çox festival və satış uğuru daha çox ola bilər.